Salam, hər birinizi xoş gördük əziz izləyicilərim. Mən bugün istərdim sizə D vitamini haqqında danışım. Çox suallar verilir. Doktor, D vitamini K2 ilə mi qəbul edilməlidir? Səhər mi içilməlidir? Axşam mı içilməlidir? Ac mı, tox mu qəbul edilməlidir? Mən istərdim sizə bu səfər D vitamini haqqında daha geniş və daha dəqiq cavablar verim. Çünki mən istərəm ki, sizlər hər biriniz maariflənin. Çünki D vitamininin çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. Yəni süstlükdən tutmuş, oynaq ağrılarına qədər baş və üz nahiyədə aşırı tərləmələr, saç tökülmələr, ümumi yorğunluq, qəbizlik, tiroid xəstəlikləri və s. Çox xəstəliklərin başlıca səbəblərindən biri uzun bir sürə D vitamininin əksikliyidir. Siz birinci növbədə D vitamininin müayinəsindən keçməlisiniz. Yəni analiz verirsiniz ki, görək D vitamini neçədir. Ona uyğun olaraq doz seçilir və dozu da təyin edir həkim. Doz ki təyin edildikdən sonra, yəni belə deyək də, dozumuz təyin oldu, artıq həftədə bir dəfə siz D vitamini qəbul edirsiniz, deyildi. Bu zaman siz tərkibində D vitamini və plus K2 olan bir də D vitamini alırsınız. Həftədə bir dəfə, ancaq necə qəbul etməlisiniz? Mütləq şəkildə hansı həftənin, hansı günün ki D vitamini qəbul edəcəksiniz, həmin gün mütləq şəkildə yağlı bir qida qəbul etməlisiniz. Çünki bizim hüceyrələrimiz ilk öncə yağla təmas qurmalıdır və ondan sonra D-imizin qəbulu onun üçün rahat keçməsi üçün, hüceyrəmizə daxil olmasına görə ilk növbədə bizim qidamız yağlı olmalıdır. Yağlı qidadan, yəni bunu belə deyək də, biraz sizin üçün, sizlərin anlamanız üçün daha geniş, daha rahat, daha bəsit formada istəyirəm anladım ki, yəni siz çörəyinizin üstünə yağ çəkə bilərsiniz və yaxud da ki, yağlı simitan çəkə bilərsiniz, xama çəkə bilərsiniz və yaxud da hər hansı bir yağlı bir yağda yumurta yeyə bilərsiniz. Yəni siz yağlı qidadan 30 dəqiqə sonra D vitamini bütöv şəkildə flakonu açırsınız, bütöv şəkildə hamısını bütövlükdə ağız boşluğuna boşaldırsınız və diqqət etsəniz dilinizin altında qan damarları var. O 1-2 dəqiqə, 3 dəqiqə ağız boşluğunda saxladıqdan sonra onu daxilə qəbul edə bilərsiniz. Çünki siz ağız boşluğunda onu saxlandığınız zaman o dərhal qana sorulur. Yəni istədiyimiz dozda qəbul etmiş oluruq. Ancaq siz onu saxlamadan ağız boşluğuna qəbul edib mədədən keçsə, sonra da qaraciyərlə təmas qurmuş olsa, bu zaman qaraciyər onun bəlli bir dozunu zərərsizləşdirmiş olacaq. O zaman verdiyimiz doz az səviyyədə olacaqdır. Və ondan sonra əsas nüans da odur ki, D vitamini qəbul olunursa, mütləq şəkildə axşamlar maqnezium qəbul edilməlidir yatmazdan öncə. Çalışın, hər zaman sağlığınıza diqqət edin. Sağ olun, Allah'a əmanət olun.